Model Android Q88 korobkasında planşet, ön kamera, arxa kamera, kitabça, garanti kağıdı, bir garanti verdə bilməm nətərdir. Demək, komplementasiyada nə var? OTG kabel, flash kart, sonra klaviatura, miska, 3G modem qoşmaq üçün, adaptör, adaptörün başlığı başında alırdı. Bir də USB kabel. Və planşeta. Planşetin ekranın rəngləri 800-ün 480-də yuxarı yanına açılır. Rəngi çox parlaqdır, yaxşıdır. Sensoru yaxşıdır. Gəl. Nasırəkəsən baxaq. 2 tane proqram özlərini yükləmişik. Demək, Android 4.1.1 versiya. Android 4.1.1. Yaddaş. Demək, yaddaş 8 GB-dir. Öz yaddaşı kart götürür 32 GB kimi. Kart yeri al, kart götürür 32 GB kimi. Öz yaddaşı. Demək, 8 GB-dir. Onun 5 GB istifadə etmək üçün açıqdır. Qalan proqram göstərmişdik. Gəl bir dənə oyun yoxlayaq. Sensoruna baxaq. Məsələn, məşhur oyun Fruit Ninja. Adaptör yeri, USB yeri, naşnik, kart. Sensoru yoxlamaq üçün ən rahat oyun. Başqa bir məşhur oyun sarı şeysi yoxlayaq. Planşetin ramı 512 MB, yaddaş 8 GB dedim. Batareyka 2800 mAh. Hardasa 3 saat, 4 saat video baxma olur. 2-3 saat internetdə nəsə işləmə olur. Zaten çox yaxşıdır. Oyunda 3 saat, 4 saat rahat oynaya bilərsiniz. Bunların qiyməti hardasa indi dəyişir qiymət. 75-80 manat arasında. Bu oyun bildiğiniz kimi bəzi Samsung'un zəif telefonunda donur. Bu planşetlər rahat işləyir. İndi OTG kabel sizə göstərim. OTG kabel USB yerinə qoşulur. USB yerinə qoşulur. Flash kartdan istədiyiniz kinonu, istədiyiniz məlumatı yazıb OTG kabel qoşulur. Demək, istifadə menecərə buradan USB işarəsinə Qutlar Vadisi mərkəzi.
Və təşkil istilik kilonu yazıb baxa bilərsiniz. Görüntü uyğulu çox yaxşıdır. Birinci görsəm, bu da çox təmiz, rahat görsənir. Hələ də işığını azaltmış. Bu qədər. Bir də bunlardan istərsəniz ağır kablo qoyma olur, ağır kablosu var. Video göstərmə qabiliyyəti HD 1080'dir. Tam dərəcə təmiz göstərir. Belə kablolar olur. Adına özünkilərdir. Kameranı yönətdən görəcəksiniz. Ben kamerasını göstərim. Arka kamera. Adi Skype üçün əsas yararlıdır kameralar. Kameranın yeri, konkaların yeri. Bunun bir yeri qiyməti 85 manat olur. Bu qədər.